Pəhriz saxlayırsınız, amma niyə arıqlamırsınız? Videomuzu bəyənməyi və səhifəmizə abunə olmağı unutmayın. Son dövr pəhriz saxlayırsınız. Daha sağlam qidalanırsınız. Hətta idmana belə başlamısınız, amma tərəziyə çıxanda rəqəm dəyişmir ki, dəyişmir və motivasiyanız aşağı düşməyə başlayır. Bu zaman sizə bir məsləhətim var. Tərəziyə yox, metrəyə baxın. Çünki çəki hər zaman yağ etkisini göstərmir. Xüsusilə fiziki aktivliyə başlayan insanlarda yağ azalarkən əzələ kütləsi arta bilir. Əzələ yağdan daha sıx olduğu üçün bədəniniz incələ bilər, amma çəkiniz çox dəyişməyəcəkdir. Buna görə də təkcə kiloqramlara fokuslanmaq doğru deyildir. Bel çevrənizi ölçün. Bunu pəhrizə başlamamışdan qabaq edin. Bud çevrənizi ölçün. Paltarlarınızın üzərinizdə necə oturduğuna diqqət edin. Bəzən tərəzi eyni rəqəm göstərdiyi halda bel çevrəsi pəhriz və idman fonunda 5-10 sm azalmış olur. Xüsusilə insulin dirənci, piylənmə və metabolik sindromu olan insanlarda məqsəd sadəcə çəki itirmək deyil. Əsas məqsədimiz yağ kütləsini azaltmaq və metabolik sağlamlığı yaxşılaşdırmaqdır. Ona görə də növbəti dəfə tərəzi sizi məyus etsə, dərhal nəticə çıxarmayın. Metrəni götürün və diyetdən öncə ölçdüyünüz kimi bel və bud çevrənizi yenidən ölçün. Bəlkə də düşündüyünüzdən daha böyük uğur qazanmısınız. Sonda bu videonu bəyənməyi və davamlı olaraq diyet saxlamasına baxmayaraq çəki ata bilməyən dostlarınızla paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın.